Göründüyü kimi panorama möhtəşəmdir. Alov qüllələri, Xəzər dənizi və botanika bağına möhtəşəm panoraması var. Milli Məclisin yanında yerləşən bu mənzilin ümumi sahəsi 100 kvadrat metrdir və bütün otaqlarından dənizə, şəhərə bu gözəl panorama var dəyərli izləyicilər. Siz hal-hazırda qonaq otağını görürsünüz və sahəsi 32 kvadrat metrdir. Gördüyünüz bütün əşyalar qiymətə daxildir və üstünlüklərindən biri də mənzildə təmirdən sonra yaşayış olmayıb. Belə bir hol hissəsi, holunda yığılmış dərin dolabı və əlavə olaraq burada da qardırob otağı da var. İstəsəniz buranı çamaşır otağı kimi də istifadə edə bilərsiniz. Keçək mətbəxinə. Daxilində bütün elektronik avadanlıqları, soyuducusu, paltar yonu, qab yonu, kondisioneri və ön hissəsində də eyvanından eyni panoramaya malikdir dəyərli izləyicilər. Mənzil çıxarışlıdır. Bu da ipoteka ilə də əldə etməyə bizə şərait yaradır. Orta mərtəbədə yerləşir və yerdə parketdən istifadə olunub. Hol hissəsinin bir başında isə hamam otağıdır. Daxilində aksesuarları quraşdırılıb. Belə bir hamam hissəsi və onun tam yanında da yataq otağı. Yumşaq mebel dəsti ilə təmin olunub. Burada belə bir mebelləri, qardırobu və qarşısında da televizoru. Ön hissəsində də yenə bağlı eyvan hissəsi, eyvandan da birbaşa möhtəşəm panoraması. Dəyərli izləyicilər, mənzilə söz ola bilməz qiymət qeyd olunub. Kim üçün maraqlı varsa, gəlib yaxından da tanış ola bilər.